Herkese salamlar dostlarım. Necəsiniz, ümidvaram ki, yaxşısınız. Bugün sizlərlə birlikdə dostlarım nə edəcəyik? Dostlarım, bugün elmas hiləsini verəcəm. Diqqətlə baxmanızı tövsiyə edirəm dostlarım. Like atıp abunə olmayı, bildirim zilini açmayı unutmayın. Bu videoya əlinizdən gəldiyi qədər dəstək verin. Abunə olun, like atın. Yəni yorum da yaza bilərsiniz, like da ata bilərsiniz. Bu videoda bir zəhmət olmasa kəşfədə salmaq üçün bir 10 bəyən atın. Gələcək videolarda sizin qarşınıza çıxsın. Yeni videoda 18.00, 19.00'da qarşınıza olacaq. Nəysə, çox uzatmayacağım dostlarım, belə bir hesabdır. Hesabın içində belə bir ifadələr, yəni əyləncəli ifadələr, yəni bunda oynamaq olmur dostlarım. Bəli, oynamaq olmur, bu elə maraqlı hesabdır, yəni kim istəyirsə maraqa qoşa bilər. Nəysə, çox uzatmayacağım, keçək elmas hiləmizin quruluşuna dostlarım. Gördüyünüz kimi quruluşumuza keçirik. Chrome-a, yəni Google-dan daxil olursunuz dostlarım. Və beləliklə buraya yazırsınız ki, yazaq Astune Beta. Vega Beta. Astune Beta dostlarım yazırsınız və belə bir Astune Beta APK Official Firfiri Update belə bir şey çıxır burada. Gəlirsiniz və burada dövlət şey var. Dövlətə basırsınız uşaqlar. Buradan yarın şəkli çıxır. Heç olmaz. Sonra gerisi Astune Dövlət Beta indir. Sonra dostlarım sizi belə bir sayfa atır. Dostlarım usta işləyir. Üzündü sayın belə səs gəlirsə, yəni axşama yaxın yəni belə səslər gəlməyəcək. Yəni sabahda inşallah düzgün şəkildə video çəkməyə başlayacağım. Yəni əlimdən gələn videomu çəkirəm. Nəysə dostlarım, girsin şükür edəyəm. Bir dənə də daxil oluruq və dostlarım, bir dənə də buna basırıq. Yəni bunlar bilirsiniz, Astune Beta və dostlarım, Astune Beta 419 MB belə bir proqramatorsuzu, yəni səhifə atır. Bu səhifəyə daxil olursunuz və düzgün bir şəkildə dostlarım, yəni deyim, hesabı indirirsiniz, sonra uniqlobeta.com-a daxil olursunuz. Hər şeyi yorumların, yəni yorumlarda linkiniz adını hər şeyi tam bir şəkildə qoyacağım dostlarım. İndi bir dənə Allaha şükür daha girsin. Girsə çox qəşəng olar dostlarım. Amma girmir. Bir dəqiqə girsin. Bu nə səsdir ola? Heyvələt. Ayda. Nəysə, mən də indirəcəyim. Yəni siz o indirirsiniz, sonra sizi fayla atacaq dostlarım. Dosyalardan daxil olursunuz və burada Astune Beta var. Bəli, buna basırsınız və uygulama hazırlanıyor. Belə bir saytdır. Yəni maraqadır da dostlarım. Yəni telefon kişi verən nə isə güncəllə deyirik. Amma mən güncəlləmirəm. Təbii ki siz indirəcəksiniz və sonra da ID-nizi dostlarım gəlib burada baxın Uluculuk Beta serveri var. Belə bu linkini də atacağım yorumlara. Kim istəyirsə daxil olub eləyə bilər. Yəni maraqadır da uşaqlar, yəni maraqadır. Nəysə, ay Allah girmir. Də girsə dostlarım. Aydat. Dostlarım girmir. Nəysə, burada yəni mən sizə anladım. Onu çox belki serverə girirsiniz. Mənim əvvəlki videomda var. O videoya da dostlar bir dəqiqə Uluculuk Beta server. Uluculuk Beta server. Böyle çıxır.
Nəysə yazmanda çıxmır dostlar. Mən sizə tam net şəkildə anladım. Bu dostlarım indi bir dənə hesaba daxil olar. Burada girirsiniz, orada deyəcək ki, kim istəyirsə, yəni vəhşi şəkildə kim istəyirsə, anlatmama ehtiyac yoxdur, davamı yoxdur. Çünki saytda kim istəyirsə də dostlarım, mənə zəhmət olmasın nömrəmdən yazın. Nömrəm sağ tərəfdən çıxılıbdır. 055 918 20 68 bu nömrəyə yazın və sizə tam net şəkildə videonu atım. Belə bir saytdır dostlarım. Kim istəyirsə daxil olub videoyu yəni dostlarınızla da paylaşın videoyu. Yəni paylaşın ki, onlar da xəbərdar olsun. Belə videolar davamı üçün də yəni zəhmət olmasa partda değişmiş şəkildə like atın, abunə olun, bildirim zilini açın dostlarım. Bu qədər. Görünməz boy adımız da belədir. Hesabda tam net şəkildə hər şey var dostlarım. 10 yaşındadır hesab. Yəni indi indirirsiniz və 10 yaşında bir hesab olur. Güya ki siz 10 ildir hesabda oynayırsınız dostlarım. Belə bir saytdır. Yəni 8 yılınız mutlu olsun deyə belə. Bagaş 10 yaşım var, mən 10 yaşım. Dostlarım, çaranda belə daxil olursunuz yəni. Baxın da gözünüz dostlarım hesab görsün yəni. Nə deyim, nə işte. 5555 3303 belə bir hesab dostlarım. Sakura rozeti, hip hop rozeti, birinci BP'den açıq bir hesab. Nəysə videomuzun sonuna gəldik. Like atıp abunə bildirim zilini açmayı unutmayın. Sağ olun, salamat qalın dostlar.